Azərbaycan Milli Konservatoriyası haqqında sənalını bilmək istərdim. Azərbaycan Milli Konservatoriyası Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə yaranmışdır. Artıq 25 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində həqiqətən də Azərbaycan Milli Konservatoriyası bizim milli musiqimizin tədrisi, təbliği, tədbiqi baxımından çox böyük işlər görür. Anadıran sularım her zaman Qarabağ, danışan bir olanır Hakan Qarabağ, Qarabağ, Qarabağ. Halkımın günleri ne güzel, gece şen geçir, en şirin arzular bir ayıpten geçir. Çala çala bin seferler nefer yurdumuzda, Anadolu ilma genç şehir yurdumuzda, yurdumda, yurdumda. Niti var mi ve bir sen Azizim sarayından, bahtımın sarayından, günde bir kerpiç düşür ömrümü saray.